Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra xalq öz milli və dini köklərinə qayıtma prosesi güclənmiş, dini ayinlərin icrası üzərindəki qadağalar götürülmüşdür. Son bir neçə il ərzində Ramazan ayında oruç tutan həmvətənlərimizin sayı durmadan artmaqdadır. Bunu nəzərə alaraq oruç tutmağın qaydalarını və oruç tutmağın insan orqanizmi üçün olan faydalarından bir sıra məlumatları toplayıb sizlərə təqdim edirik. Birinci məsələ, oruç tutan şəxsə hansı əməllər qadağandır? Oruç tutan şəxs sübh azanı verilən andan axşam azanına kimi müddət ərzində bir neçə əməldən çəkinməlidir. Bu əməllərin sayı 9-dur. Hər kim qəsdən bu əməllərdən birini etsə, orucu batıl olar. Yeyib içmək, istər az, istər çox, istər bərk, istər maye, istər yeyilən, istər yeyilməyən hər hansı qidanı qəbul etmək orucu pozar. Diqqət yetirin ki, dişlərin dibində qalmış yemək qırıntılarını da udmaq olmaz. İstər kişi, istərsə də qadın cinsi əlaqədə olarsa, tutduğu oruc pozular. İnsan heç cinsi əlaqəyə girmədən özündən cinsiyyət mayesi xaric olarsa, orucu batıl olar. Amma cinsiyyət mayesi qeyri-ixtiyari olaraq çıxarsa, məsələn yuxuda, o zaman orucu düzgün sayılır. Hər cür qatı toz və tüstünü udmaq olmaz. Məsələn, narın un tozu, siqaret tüstüsü, su buxarı və s. qatı halda olarsa, onları udmaq qadağandır. İnsan qəsdən qusarsa, orucu batıl olar. Əlbəttə, qeyri-ixtiyari olaraq və ya xəstəlik nəticəsində qusmaq halları istisna olur. Bədənə imalə etdirməklə oruc pozular. Kişi və yaxud qadın cinsi əlaqədən sonra sübh azanına kimi qüsül etməsə, orucları batıl olar. Belə ki, oruc tutan şəxsin öhdəsində qüsül qalmamalıdır. Həmçinin qadınlar onlara məxsus paklıq qüslünü sübh azanına kimi yerinə yetirməsələr, həmin günün orucu batıl sayılır. İnsan qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışsa, yəni Quran ayələrini bilə-bilə səhv oxusa, yalan hədislər söyləsə, orucu batıl olar. Cəfəri hüquqi məktəbinə görə suya baş vurmaqla da oruc pozular. Diqqət yetirin ki, yalnız baş bütövlüklə suya batırılarsa, oruc batıl olar. Amma əgər insan başını suya salmadan yuyunsa, orucu düzgün sayılır. Hənəfi və Şafii məzhəblərinə görə oruc tutan şəxsin suya baş vurması çox bəyənilməz əməl sayılsa da, orucu batıl olmaz. Özü də gərək bu zaman ağız, burun və qulaq dəliklərindən bədənə su keçməsin. Buna görə də suya baş vurmaq lazım gəlsə, mütləq ağız, burun və qulaq dəlikləri qapanmalıdır. İkinci məsələ, yeyib içməklə oruc batıl olar. Bəs siqaret çəkməklə necə? Orucu pozan əməllər sırasında qeyd etdik ki, qatı toz və tüstü udmaq olmaz. Siqaret çəkən insanın boğazına qatı tüstü getdiyindən orucu batıl hesab olunur. Üçüncü məsələ, oruc tutan şəxs ağzının suyunu və bəlğəmi uda bilərmi? Ağız suyunu udmaq orucu pozmaz. Başdan və sinədən gələn bəlğəm də, əgər ağız boşluğuna daxil olmayıbsa, onu udmağa icazə verilir. Amma bəlğəm ağız boşluğuna daxil olarsa, onu udmaq olmaz. Mütləq tüpürmək lazımdır. Dördüncü məsələ, diş çəkdirməyin orucu tutmağa maneçiliyi varmı? Əgər dişini çəkdirərkən insan qan, su yaxud dərman udmazsa, orucu düzgün sayılır. Qeyd etmək lazımdır ki, orucluq zamanı insanın bədənindən qan çıxmasına səbəb olan bütün əməllər arzu olunmazdır. Xəstələnmiş şəxsin bədəninə iynə vurulsa, orucu pozularmı? Xeyr, yalnız qidalandırıcı təyinatlı ampulalar vurdurmaq orucu pozar. Müalicə üçün habelə bədən üzvünü keyitmək məqsədi ilə vurulan iynələr isə orucu batıl etməz. Beşinci məsələ, xəstələnmiş şəxsin bədəninə iynə vurularsa, orucu pozularmı? Xeyr, yalnız qidalandırıcı təyinatlı ampulalar vurdurmaq orucu pozar. Müalicə üçün habelə bədən üzvünü keyitmək məqsədi ilə vurulan iynələr isə orucu batıl etməz. Altıncı məsələ, deyirlər ki, oruc tutan şəxsə çimmək qadağandır. Bu fikir doğrudurmu? Məlumdur ki, çimmək insanı zəiflədib yorur, bədəni süstləşdirir. Bunun nəticəsində bədənin aclığa və susuzluğa qarşı müqaviməti azalır. Buna görə də oruc tutan şəxsin çimməsi arzu olunmaz əməl sayılır.
Amma çimməklə oruc batil olmaz. Çimən şəxs mütləq diqqətli olmalıdır ki, başını tamamilə suya batırmasın və su damcılarını udmasın. 7-ci məsələ. Əgər evdə qadın xörək bişirərkən oruc tutduğunu unudub, xörəyin dadına baxsa, orucu batil olarmı? Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq nəsə yesə, orucu pozulmaz. Amma yeməyi udmazdan əvvəl oruc tutduğu yadına düşsə, mütləq ağzındakını tüpürməlidir. Kimlərə oruc tutmaq vacib deyildir. 4 təbəqədən olan adamlar oruc tutmaya bilərlər. Onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar. Həddibuluğa çatmamış uşaqlar, psixi cəhətdən qeyri-normal şəxslər, qocalıb əldən düşmüş şəxslər, aclıq və susuzluğa heç cür tab edə bilməyən daimi xəstələr. Amma daha 4 təbəqədən olan şəxslər isə Ramazan ayından oruc tutmaya bilərlər. Bunun üçün onlara kəffarə də düşmür. Sadəcə olaraq itirdikləri gün əvəzinə bir gün qəza orucu onlara vacibdir. Hamilə qadınlar. Onlar itirdikləri hər günün əvəzinə ehtiyacları 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza oruclarını tutmalıdırlar. Körpəsinə süd verən qadın əgər oruc tutduğu təqdirdə südünün kəsiləcəyindən qorxarsa, onlar da hər gün üçün 750 qram ehsan verməli, süd vermə müddəti bitdikdən sonra qəza orucu tutmalıdırlar. Qadınlar paklıq vəziyyətləri pozulduğu günlərdə oruc tutmamalı, lakin sonra mütləq qəza etməlidirlər. Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətində oruc tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə orucdan azaddırlar. Əgər gələn ilin Ramazan ayına kimi sağalsalar, mütləq qəza orucu tutmalıdırlar. Əgər gələn ilə kimi sağalmasalar, qəza orucu vacib olmaz. Yalnız hər gün üçün 750 qram ehsan etmələri kifayət edir. Səfərdə olan şəxs vətənə dönənə kimi orucdan azaddır. Amma qayıdandan sonra mütləq qəza etməlidir. Amma bəzi hallarda insan səfərdə olsa da oruc tutmalıdır və orucu pozmağa ixtiyarı yoxdur. Məsələn, səfərə gedib qayıdarkən üst-üstə 8 fərsəxdən daha az məsafə qət edərsə, səfər zamanı bir məntəqədən ardıcıl olaraq azı 10 gün, yaxud 15 gün qalarsa, peşəsi səfərə çıxmaq olarsa, nəzərinizə çatdıraq ki, fərsəx qədim ölçü vahididir. Hənəfilərə görə 8 fərsəx təqribən 96 km, Cəfərlərə görə isə təqribən 46 km-dir. 9-cu məsələ. Namaz qılmayan şəxsin oruc tutması düzgündür. Müsəlman şəxs yetkinlik yaşına çatan gündən həm namaz qılmalı, həm də növbəti Ramazandan başlayaraq hər il oruc tutmalıdır. Bu iki ibadət bir-birindən asılı deyildir. 10-cu məsələ. Oruc tutmaq üçün niyyətini nə zaman etmək lazımdır? Həm Ramazanın hər günü üçün ayrı-ayrılıqda, həm də Ramazan ayı üçün bütövlükdə oruc niyyəti etmək olar. Ayrı-ayrılıqda hər günün niyyəti həmin günə keçən gecə ərzində sübh azanına kimi edilməlidir. Bütövlükdə Ramazan ayı üçün isə ayın ilk gününə keçən oruc niyyəti edilməlidir. 11-ci məsələ. Oruc tutmaq istəyirəm. Qorxuram ki, orucluq nəticəsində orqanizmim arıqlayıb zəifləyər. Bəs nə edir? Bəziləri elə güman edirlər ki, əgər az qalsalar mədələrində yara əmələ gələcək. Amma oruc tutan şəxslər üçün həyəcanlanmağa əsas yoxdur. Çünki oruc tutmaqla həzm sistemi istirahət edir. Mədə turşuları isə qida ilə deyil, öd kisəsinin buraxdığı ödlə neytrallaşdırılır. Mədədə heç bir yara yaranmır. 12-ci məsələ. Oruc tutan şəxs necə və nə ilə iftar etməlidir? Halal və pak yeməklərin hər hansı biri ilə iftar açmaq olar. Xurma, süd, halva, yaxud isti su ilə iftar açmaq xüsusilə savablıdır. 13-cü məsələ. Oruc olarkən dişləri yumaq və fırçalamaq olarmı? Suyu və pastanı udmamaq şərti ilə olar. Amma yuyandan sonra ağız suyunu 3 dəfə tam yığıb tüpürmək lazımdır. Müqəddəs Ramazan ayı daxil olandan bəri oruc tutan bir çox insanı eyni suallar düşündürür. Mədəmdə problem varsa oruc tuta bilərəm.
İftardan sonra niyə kök olur? Qəbizlikdən necə qorunmaq olar? Bunu aydınlaşdırmaq üçün aşağıdakı bir neçə qısa məlumatlara nəzər yetirək. 1. Kimlər oruç tuta bilər, kimlərə tövsiyə edilmir? Əksər hallarda mədə-bağırsaq şikayətləri olanlar müəyyən qaydalara əməl etməklə oruç tuta bilərlər. Lakin bəzi istisnalar var. Tuta bilənlər öt kisəsi çıxarılmış, mədə kiçilmə əməliyyatı keçirmiş və ya mədə balonu olan şəxslər normal qaydada oruç tuta bilərlər. Tövsiyə edilməyən hallar: ciddi mədə və 12 barmaq bağırsaq xorası olanlar, yaxud keçmişdə mədə qanaxması keçirmiş şəxslər, kontrol olunmayan ağır şəkərli diabet xəstələri, hamilə və süd verən qadınlar, hepatit B xəstələri, ömür boyu dərman qəbul edən bu şəxslər həkimlə məsləhətləşərək dərman saatını imsak və ya iftara keçirməklə oruç tuta bilərlər. 2. Mədədə yanma və göynəmə səbəbi nədir? Oruç tutarkən yaranan yanma hissi çox vaxt reflüks ilə bağlıdır. Əgər bu şikayətlər yalnız Ramazanda başlayıbsa, qidalanmanıza diqqət yetirməlisiniz. İmsakda mədə turşuluğunu artıran acı, turş və həddindən artıq çay qəbulundan uzaq durun. Şikayətlər davam edərsə, mütləq gastroenteroloq həkiminizə müraciət edin. 3. Ramazanda qəbizlik problemi və həlli. Qidalanma rejiminin dəyişməsi və suyun azalması qəbizliyə yol açır. Bundan qorunmaq üçün lifli qidalar həm imsakda, həm də iftarda bol meyvə, tərəvəz və göyərti qəbul edin. Su qəbul. İftardan sonra çay, kofe və ya şirələr deyil, məhz təmiz su qəbuluna üstünlük verin. 4. İftardan sonra həzmsizlik və kökü necə azaltmalı? Ən böyük səhv iftarda birdən-birə və sürətlə çox miqdarda qida qəbul etməkdir. Qızıl qayda: iftarı su ilə açın, sonra duru bir şorba için. Yarım saat fasilə verdikdən sonra bərk qidalara keçin. Bu mədənin yükünü azaldır və həzmi asanlaşdırır. 5. Qaraciyər yağlanması olanlar üçün oruç faydalıdırmı? Oruç əslində qaraciyər üçün bir fürsətdir, lakin bir şərtlə: iftardan sonra həddindən artıq kalori almamaq. Əgər iftardan sahuradək davamlı meyvə və ağır yeməklər yeyib hərəkətsiz qalsanız, qaraciyər yağlanması daha da arta bilər. Fayda görmək üçün kalori miqdarını qorumalı və hərəkət etməlisiniz. Unutmayın ki, aclıq bədən üçün bir yenilənmədir. Lakin mədənizdə kəskin ağrılar yaranarsa və bu ağrılar yeməkdən və ya ilıq süddən sonra keçərsə, bu ciddi bir problem xəbərçisi ola bilər. Belə olan halda mütləq həkim gastroenteroloqunuzun rəyini alın. Oruç tutmaq orqanizmə necə təsir edir? Bu zaman qidalanmaya düzgün əməl edilməlidir. Məlum məsələdir ki, insan orqanizmində şəkər, yağ və zolal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində bədəndəki orqanların yenidən qurma prosesi baş verir. Alimlər sübut ediblər ki, oruç tutanda orqanizmdəki həmin ehtiyat qüvvələri işə düşür. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən, ödüb hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə qədər orqanizm dincəlir. Köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir. Oruç tutmaq nəticəsində bağırsağın selikli qişasındakı köhnə hüceyrələr məhv olur, yeniləri yaranır. Selikli qişa təzələndiyi üçün həzm prosesi də yaxşılaşır. Oruc dalaq, ürək, qan damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və yorulur. Oruç tutmaq nəticəsində böyrəklər dincəlir, normal fəaliyyətini bərpa edir. Eyni zamanda maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır. Nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir. Amma bizlər əksər hallarda bu ayda düzgün qidalanmamağımız nəticəsində fiziki çətinliklərlə üzləşirik.
Bu əksər hallarda artıq piyələnmə və mədə-bağırsaq sisteminin pozulması ilə nəticələnir. İsti aylarda isə oruç tutarkən bəzi məsələlərə diqqət yetirilməlidir. Burada əsasən qazlı sulardan uzaq durmalı, xəmir xörəklər və balıq məhsulları digər qidalarla əvəz edilməlidir. Məsələn, xüsusən də isti vaxtlarda ayran, süd və meyvə sularından bolluca istifadə etmək məsləhətlidir. Bundan əlavə gün ərzində 8-10 stəkan su içilməlidir. Oruç tutarkən diqqət edilməli digər bir məsələ isə tərkibində kalsium və proteini çox olan qidaların qəbuludur. Bunun üçün ən gözəl vasitə məhz süd məhsulları, göyərti və meyvələrdir. Gün ərzində itirdiyimiz kalsium və proteinlər iftardan imsaka qədər ödənilməlidir. Orucluq müddətində insanların səhhətində problemlərin yaranması üçün hansı tədbirlərin həyata keçirilməsi barədə danışan həkim Samir Babayev bildirir ki, oruç tutmaq üçün ilk növbədə orqanizmin sağlam olması vacibdir. Onun sözlərinə görə xəstənin tez-tez qidalanmasına ehtiyac olduğu və immun sistemində müəyyən problemlər yarandığı halda ona oruç tutmaq məsləhət görülmür. Şəkərli diabetdən əziyyət çəkənlərə isə oruç tutmaq qəti qadağandır. Həkim oruç tutmağın təkcə qidalanmadan yayınmaq deyil, onun böyük mənəvi əsaslara dayandığını qeyd edir. Söhbət insanın özünün əsas instinktlərinə, nəfsinə hakimlikdən gedir. Oruç tutan adam tamamilə yeni bir mənəvi aləmdə olmalı və çalışmalıdır ki, yalan danışmasın, kiminsə xətrinə dəyməsin. İnsan orucluq zamanı kamilləşir, daxilən təmizlənir və öz instinktlərinə hakim olur. İnsan qida qəbulundan çəkinir və buna da çox dözümlü yanaşır. Samir Babayevin dediyinə görə, orucluq zamanı hansısa patologiya və ya xəstəlik yaranıbsa, buna həkim tərəfindən rəy verilir. Rəy əsasında oruç tutma müəyyən prosedurlarla əvəz edilir və orucluq dayandırılır. Bir müddət sonra xəstənin səhhəti imkan verərsə, o qəzaları sonradan tuta bilər. Həkim həmçinin qeyd edir ki, iftar zamanı əvvəlcə ilıq sudan istifadə olunmalı və bundan sonra qida tədricən mədəyə daxil edilməlidir. Birdən-birə həddən artıq qida qəbul eləmək düzgün deyil. Qidalanma tədricən və hissə-hissə olmalıdır. Əvvəl duru, sonra isə bərk qidalardan istifadə edilə bilər. Nəzərinizə çatdırmaq istəyirik ki, bu məqalə informativ xarakter daşıyır və peşəkar tibbi məsləhətin, eləcə də dini fətvanın yerini tuta bilməz. Diaqnoz və ya müalicə üçün həkimə, dini mənsubiyyətinizi düzgün yerinə yetirmək üçün isə müctəhid bildiyiniz şəxsə müraciət edə bilərsiniz.